Hörmətli valideynlər, bu gün sizinlə yeni doğmuş və südəmər körpələrdə hərarətin yüksəlməsi zamanı düzgün davranış barədə danışmaq istəyirəm. Bu mövzu çox vacibdir. Çünki erkən və düzgün qərar uşağın sağlamlığını və bəzən isə həyatını qoruyur. Hərarətin yüksəlməsi əksər hallarda orqanizmin infeksiya və ya iltihaba verdiyi cavab reaksiyasıdır. Yeni doğmuş dövrdə bu həyatın ilk 28 gününü əhatə edir. Hərarətin yüksək olması xüsusi diqqət tələb edir. Təhlükəli sayılır və mütləq həkim müayinəsi aparılmalıdır. Bu hallarda öz başına müalicə və evdə müşahidə yol verilməzdir. Əsas göstəricilər uşağın ümumi vəziyyətidir. Əgər körpə süsləşibsə, əvvəlki kimi aktiv deyilsə, ana südünü əmməkdən imtina edirsə və ağlaması dəyişilib, nəfəs alması sürətlənibsə, bu ciddi xəbərdarlıq əlamətləridir. Həkimə müraciət edənədək valideynlərin edə biləcəyi düzgün addımlar: körpəni çox geyindirməmək, otaq isə sərin və təmiz olmalıdır. Körpəni tez-tez ana südü ilə qidalandırmaq bu maye itkisini azaldır, həm də immun sistemini gücləndirir. Valideynlər bilməlidirlər, qətiyyən olmaz körpəni spirt və ya sirkə ilə silmək, öz başına antibiotik vermək və öz-özünə keçər deyə gözləmək. Unutmayaq, yeni doğmuş və südəmər körpələrdə yüksək hərarət zamanı vaxtında həkimə müraciət etmək uşağın sağlamlığı üçün atılan ən doğru addımdır.